İstər uşaq ümumi təhsil məktəblərində, istər uşaq musiqi məktəblərində götürsək və yaxud da ixtisaslaşmış məktəblərdə müasir zamana uyğun avadanlıqlar çox nadir məktəblərdə tapıla bilər ki, orada modernləşmə artıq aparılır. Məsələn, elə məktəblər var ki, ümumiyyətlə musiqi otağı yoxdur. Ümumi təhsil məktəblərində alət yoxdur və nəticədə praktika tələb eləyən musiqi fənnində sadəcə şifahi, nəzəri formada uşaqla müəllim arasında söhbət aparılır və bu da maraqlı alınmır təbii ki, çünki musiqidə məhz təcrübənin böyük rolu var, ifaçılığın böyük rolu var. Digər məktəblərdə də, yəni dediyim kimi müasir texnologiyaların inkişaf etdiyi bir dövrə baxmayaraq, həmin o avadanlıqlar bir qədər yenilənmir, yəni müxtəlif vasitələr var ki, bunlarla musiqini daha interaktiv, daha maraqlı şəkildə uşaqlara indiki dövrdə lazım olan formada tədris etmək üçün şərait yaradılmır.